Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Allahumme accil li veliyyikel fərəc. Salamlayıram hər birinizi, əziz tamaşaçılar. Bəhsimiz məhdəviyyət haqqındadır. Məhdəviyyət inancı və məhdəviyyət düşüncəsi. Biz keçən dərsimizdə bir neçə sualı ünvanladıq ki, qərar oldu bu bir neçə dərsdə bu sualları cavablandıraq. Qeyd olundu ki, hər bir zamanda nə üçün insanın hidayət edici bir şəxsə ehtiyacı vardır? Nəyə görə hər bir zamanda hidayət edən olmalıdır, ilahi hüccət olmalıdır, bunun əqli və nəqli dəlili və həmçinin əgər imamət sistemi, ilahi hidayət etmək sistemi daimidirsə, bu nə üçün 12-ci imamda tamamlandı? Nə üçün bu davamlı olmalıdır? 13, 14 və ilaxır. Biz keçən bəhsdə müqəddimə olaraq bəzi məsələləri qeyd elədik, yetişdik bu məsələyə. Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisinə əsasən hər bir zamanda ilahi hüccəti tanımaq zəruri məsələlərdən biridir. Sünni və şiə qaynaqlarında nəql olunan məşhur hədisə əsasən hər kəs zəmanəsinin imamını tanımadan dünyasını dəyişərsə, cahiliyyətdə ölən insanlar kimi dünyasını dəyişmişdir. Mən mətə və ləm yərif imamə zəmanihi matə mitədən cahiliyyə. Bu məşhur hədisdir. Zəmanəsinin imamını tanımadan. Yəni bu diqqət edin də bu hədisin məzmununa. Demir peyğəmbərdən sonrakı imamları, filan tarixdə olan imamı, öz zəmanəsinin imamını. Bəs hər bir zamanda imam vardı. Bundan əlavə bu hədisə diqqət edin. Bu hədis çox böyük həqiqəti bizə çatdırır. Yəni məlum olur ki, imamət məsələsi və imamı tanımaq məsələsi ikinci dərəcəli məsələlərdən deyil. Bəlkə dinin əsaslarından biridir. Ki, belə ki, kim zəmanəsinin imamını tanımasa, sanki dindən çıxmış olur. Bu mənanı bizim hədislərimizdə, dualarımızda təsdiqləyən nümunə şahidlərimiz də vardı. Qeybət dövründə oxunan dualardan da biri bundan ibarətdir ki, biz Allaha xitab edərək deyirik ki, ilahi özünü mənə tanıt, əgər özünü mənə tanıtmasan, rəsulunu tanımaram, rəsulunu mənə tanıt, əgər rəsulunu mən tanımasam, imamı tanımaram. İlahi imamı, hüccəti mənə tanıt, əgər hüccətini mənə tanıtmasan, zəlaltu ən dini, dindən çıxmış olaram. Bu göstərir ki, həqiqətən zəmanəsinin imamını tanımamaq bərabərdir dindən çıxmağa. Və eyni zamanda buradan belə bir nəticə əldə edirik və mən işarə də elədim ki, hər bir zamanda da imamın, ilahi hüccətin olması zəruri məsələlərdəndir. Bu hədisə əsasən. Bu hədis demək olar ki, təvatür hədislərdən də mütəvatir olaraq bizə gəlib çatmışdır və hər birimizin zəmanəsində bir imam olmalıdır və bizim vəzifəmiz o imamı tanımaqdır. Amma qaydaq əsas o suala. Əgər həqiqətən bu ilahi hidayət sistemi daimidirsə, bu imamət məsələsi nə üçün 11 imamda bitmədi? Və yaxud nə üçün 13 dənə olmadı, 14 dənə olmadı? Bu bir dənə sualdır da. Bunu biz əgər istəsək cavablandıraq, bu həqiqətdə Peyğəmbər sallallahu əleyhi və səlləmdən məşhur nəql olunan Xüləfai İsna Əşər hədisinə söykənir. Həm bu hədisdə, həm sünni qaynaqlarında, həm şiə qaynaqlarında nəql olunub ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdular ki, məndən sonra mənim xəlifələrim 12 nəfərdir. Mən hələ o bəhsə daxil olmaq istəmirəm ki, o 12 nəfərdən məqsəd kimlərdir? Bizim şiə qaynaqlarında 12 nəfərin hamısının adı çəkilib, əvvəluhum Əliyyun və axiruhum Əl-Məhdi. Bu şiə qaynaqlarında vardı. Amma sünni qaynaqlarında ən azından 12 xəlifə hədisi nəql olunub. Bu baxımdan da onu inkar eləmirlər. Amma 12 imamdan məqsəd, 12 xəlifədən məqsəd kimdir? Bu barədə özlərini vururlar. Necə deyirlər, o tərəfə, bu tərəfə də 12 xəlifəni düzəltsinlər. Xüləfai Raşidin,
Ondan sonra bir neçə dənə Əməvilərdən əlavə edirlər, nə bilim Əbbasilərdən, Əbbasi xəlifələrindən əlavə edirlər ki, bu 12 nəfəri düzəltsinlər ki, bu da mümkün deyil. Ya az çıxır, ya da çox çıxır. 12 xəlifə məsələsi yalnız və yalnız Şiə etiqadına və inancına uyğun gəlir. Ondan başqa heç bir məzhəbdə 12 xəlifəni tətbiq eləməyə, xəlifələr necə deyirlər, dəqiq surətdə 12 nəfərə tətbiq olunsun, belə bir şey yoxdur. İşarə elədim ki, bu Əl-Əimmətu Bə'di İsna Əşər Peyğəmbərdən nəql olunub. Mən burada qeyd eləmişəm. Bu hədis məşhur hədisdir. Mən bəlkə də təvatür iddiası da edə bilərəm. Həm Səhih-i Müslimdə, həm Səhih-i Buxaridə, həm Tirmizidə və Şiə qaynaqlarının əksəriyyətində bu hədis nəql olunmuşdur. Biz bu baxımdan deyirik ki, imamət və hidayət, ilahi imamət və hidayət sistemi 12 imamda tamamlanmalıdır. Amma başqa bir məsələ, axı 12-də tamamlandı. Nə üçün 12-ci imam ki, Peyğəmbər buyurmuşdu 12-də tamamlanacaq? Bu nə üçün qeybə çəkildi? Olmazdı ki, zahir olsun və imamlar, üzr istəyirəm, insanlar bu imamın varlığından, vücudundan bəhrələnsin. Artıq bu qeybətin fəlsəfəsi bəhsidir. Biz bu barədə inşallah gələn dərslərdə geniş məlumat verəcəyik. Bəli, orada imamın canının xətərdə olmaq məsələsi var idi. Necə digər imamlar öldürüldü. 12-ci xəlifənin də canı xətərdə idi. Ondan sonra insanların imtihan olunma məsələsi var. Bunların hamısı bizim hədislərimizdə keçib. Və yaxud da bəzən təədib kəlməsi də gəlib. Təədib, yəni bir növ insanları ədəbləndirməklik. Bir növ, yəni cəzalandırmaq bu mənada. Belə ki, 11 dənə ilahi hüccət Peyğəmbərdən sonra ardıcıl olaraq gəldilər və biz insanlar, biz deyəndə, yəni növ insan nəzərdə tuturam, müsəlmanları nəzərdə tuturam. Bunların biz qədrini bilmədik. Nə üçün İmam Əli əleyhissalam 25 il xanənişin oldu? Nə üçün İmam Həsən əleyhissalam Muaviyyə ilə sülh eləmək qərarına gəldi? Öncəki istəmir ki, sülh eləsin. Ondan müharibə edəcəkdi. Nə üçün Aşura hadisəsi baş verdi? Nə üçün? Hamısı da şəhid oldu. Hamısı qayıdır, insanlar onu himayət eləmədi. İnsanlar xanım Fatimə Zəhra salamullah əleyhanın bəyanı ilə desək, imam Kəbə kimidir. Kəbənin ətrafında fırlanarlar. Əgər Kəbənin ətrafında fırlanmasalar, yəni həqiqətdə Kəbənin funksiyası əldən. İmamın da funksiyası budur ki, siz də əgər himayət eləyəsiniz. Hətta İmam Əli əleyhissalamın öz kəlamında vardı. Deyir ki, əgər insanlar mənim sözümü qəbul etsəydilər, mən haqqımı alardım. Düzdür, İmam əleyhissalam susmadı bu mənada ki, özünün haqq olmağını isbat elədi. Sadəcə olaraq əlinə şəmşir götürüb, xəncər götürüb, necə deyərlər, mübarizə aparmadı. Hər halda mən bunun üzərində dayanmaq istəmirəm. İmamın qeybə çəkilməyin fəlsəfələrindən də biri insanların nədir? Cəzalandırmaq idi. Yəni biz həqiqət, əgər imamın zahiri necə deyirlər, vücudundan bəhrələnə bilmirik, səbəbkarı biz özümüzük. Nə qədər ki, o istedad biz insanlarda yoxdur ki, imam gələndən sonra onu himayə eləyək, onun ətrafında olaq, onu müdafiə eləyək, İmam Zaman əleyhissalam belə qeybdə də qalacaq. Bunlar hamısı, hətta Allah rəhmət eləsin, Xacə Nəsiruddin Tusi İmam Məhdi əleyhissalam barəsində məşhur bir cümləsi vardı. Buyurur ki, vücuduhu lütfun. Məsum imamın, İmam Məhdi əleyhissalamın varlığı özü bir dənə ilahi lütfdür. Təsərrufu lütfun axər. Əgər bizlərin arasında olsaydı, biz onu görsəydik, o əlavə bir lütf olardı. Nurun ələm nur olardı. Amma və ədəmuhu minna. etiraf edir ki, yəni ədəmuhu, imamın olmaması demir ha, ikinci lütfə qayıdır. O imamın zahir olmamasının səbəbi minna. Onun səbəbkarı bizik. Bu səbəb oldu ki, bəli, İmam əleyhissalam hal-hazırda 12-ci ilahi hüccət qeybə çəkilsin. Amma qeyd elədiyim kimi, bunun özünə məxsus dəlilləri var, fəlsəfələri var. Hətta bir hədisdə mən belə gördüm ki, hədisdə gəlib ki, İmam Məhdi əleyhissalam qeybə çəkilməsi sirrun min əsrarillah. Allahın sirlərindən bir sirdir. Əlbəttə, Peyğəmbərlərin zamanında da qeyb məsələsi olub ha. Elə Xızır məsələsi, Xızır əleyhissalamın məsələsi, qeybə çəkilmək məsələsi. Yusuf Peyğəmbər özü qardaşları görür, onlar üçün qeyb idi. Biz qeybin mənası haqqında da inşallah bəhs edəcəyik. Qeybin mənası bu deyil ki, görmürsən.
və yaxud da imamın huzuru yoxdur. Bəlkə imamın huzuru da vardır. Bəlkə ola bilər ki, görəsən, amma tanımamaq mənasındadır imamın qeybdə olması. Və yaxud Həzrəti Musa əleyhissalam 40 gün qeybə çəkilir və digər peyğəmbərlər. Bunların nümunələri var peyğəmbərlərin tarixində. Düzdür, bu cəhətdən ki, İmam Məhdi əleyhissalamın qeybəti həddindən artıq uzun çəkdi və bunun özünə məxsus dəlilləri vardı. İnşallah gələn verilişlərdə bəhs edəcəyik. Hamınızı Allaha tapşırıram və sallallahu əla seyyidina Muhammed və alihi tahirin.